Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 1941-1945-ci illərdə faşizm üzərində qələbənin 80 illiyinə həsr olunmuş təntənəli iclasında çıxış edib. Azərbaycan xalqının faşizm üzərində tarixi qələbədə böyük rolunu xüsusi qeyd edən Milli Məclisin sədri diqqətə çatdırıb ki, xalqımız cəbhəyə 600 mindən artıq oğul və qızını göndərmişdi. Onlardan 300 mindən çoxu döyüşlərdə həlak olub. Bu dəhşətli müharibədə göstərdikləri igidliyə görə 130-dan çox azərbaycanlı Sovet İttifaqı qəhrəmanı adına layiq görülüb. Spiker qeyd edib ki, Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şanlı döyüş yolu keçiblər. Onlar Moskva, Leningrad, Brest, Kiyev, Stalingrad, Simferopol, Odessa və yüzlərlə digər yaşayış məntəqələri uğrunda rəşadətlə döyüşüblər. Həmvətənlərimiz Polşa, Çexoslovakiya, Yugoslaviya və digər ölkələrin azad olunmasında fəal iştirak edərək partizan hərəkatında saysız-hesabsız qəhrəmanlıq nümunələri göstəriblər. Milli Məclisin sədrinin sözlərinə görə faşizmə qarşı mübarizədə xalqımız yalnız döyüş meydanlarında deyil, həm də arxa cəbhədə ordunun ehtiyacları üçün gecə-gündüz çalışaraq qəhrəmanlıq nümayiş etdirib. Həmin dövrdə Azərbaycanın sənaye müəssisələrində 130 adda silah və sursat istehsal olunub. Müharibə illərində Sovet İttifaqında hasil edilən neftin 3/4-ü, aviasiya benzininin və yüksək keyfiyyətli motor yağlarının isə 85-90%-i Azərbaycanın payına düşüb. İkinci Dünya müharibəsində qələbənin qazanılmasında həlledici rol oynamış ordunun tank və təyyarələrinin əksəriyyəti məhz Bakı neftçilərinin göndərdiyi yanacaqla işləyirdi. Spiker qeyd edib ki, ölkəmizdə 2-ci Dünya müharibəsi veteranlarına diqqət və qayğı bugün də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır. Bu istiqamətdə prezident tərəfindən imzalanmış çoxsaylı sərəncamlar müharibə veteranlarına göstərilən qayğının artırılması və onların sosial müdafiəsinin gücləndirilməsi bunun bariz sübutudur. Xalqların nəhəng səyləri ilə qazanılmış bütün böyük qələbələr hər şeydən əvvəl ədalət kimi ali bir dəyərə sonsuz inamın və onun bərpasına göstərilən səylərin nəticəsidir. Nəticə etibarilə məhz bu inam böyük qələbənin başlıca ruhlandırıcı qüvvəsinə çevrilir. 2020-ci ildə 44 günlük vətən müharibəsində qazanılmış qələbə sayəsində Azərbaycan torpaqlarının 30 illik işğaldan azad edilməsi, ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpası, bu torpaqlarda həyatın bugün yenidən canlandırılması xalqımızın həm keçmiş, həm də indiki nəsillərin ədalətin zəfərinə olan sarsılmaz inamını və onu bərpa etmək əzmini təcəssüm etdirir. Milli Məclisin sədri səfər çərçivəsində Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlərin Parlamentlərarası Assambleyasının Şura və 58-ci plenlar iclaslarında da iştirak edib.